adam millətin, xalqın, dövlətin malını talayır. Birdən hansısa bir xəstəyə yardım eləyir. Bir neçə adam əl tutur. Deyirlər, o çox yaxşı adamdır, yaxşı kişidir, o əl tutandır. Bunu mənəviyyat mı sayaq yəni? Sənin öz malını sənə minnətlə qaytarır. İnsanlar artıq görüntüyə aldanıblar. Sosial şəbəkələrə baxsanız, artıq xoşbəxtlik də nümayişkaranəlik qismində özünü göstərir. Mən yalandan, görç xatirinə namaz qıllam, oruç tuturam, eləyə bilmərəm. Mən özüm özümə və inandığım Tanrıya xəyanət eləyə bilmərəm. Bilirsiniz də, bəzi xaçpərəst katoliklərimiz ümumiyyətlə evlənmək qadağandır. Yəni gör, dindar adam nələrdən imtina eləməlidir və həqiqətən Tanrısına inanan insan çox şeydən imtina eləməlidir. Siz həyatda bəzən ən uğursuz adamlar kimdir? İmtina eləməyi bacarmırlar. Ən uğurlu adam odur ki, imtina eləməyi bacarır. İnsanlar elə bilir ki, bəli, vacib olan ibadətlər var, namaz da orucdur. İslam deyir ki, bir-birinin üzünə gülümsəmək də ibadətdir. Birinin yükünə kömək etmək də ibadətdir. Amma təəssüf ki, bizim ibadət anlayışımız çox məhdudlaşıb. Ucdan tutma həccə gedirlər də. Hansısa bir kriteriya var. Kriteriya yalnız puldur. Pulunu ödəyib həccə gedirsən. Əslində orada elə ancaq o olur da. Halbuki- Kim istəyir halbuki gələməsin. imamdan- Mailə gəlir ki, müəyyən seçimlər olmalıdır. Kriteriya olur. Sən niyə getməlisən? Kimsən axı? Sən deyək ki, məsəl üçün bina tikirsən, hə? Bina tikirsən, tutalım $100 satırsan $500, kiməsə kələk gələ, yaxud da sələm verə-verə gəlmisən, yaxud da ki, oğurluqlar eləmisən, gəlmisən, sən də gedirsən. Amma biz insanlar mühakimə eləyənlər yaxud mühakimə Yox, Allaha düzdür, mühakimə eləyə bilmərik. İndi ola bilsin ki, onun niyyətidir. Ancaq burada bir saxtakarlıq da Var. mövcuddur. İmam Təbii Baqir ki, Əleyhissalamdan təbii bu ki, barədə dedilər ki, imama, bəs baxın, Kəbənin ətrafında nə qədər insan dolanır. Həccin vacibi öz yerində, amma burada kriteriyalar çox önəmlidir. Onu da bəli insan və Allah bilir, düzdür? İmam buyurdu ki, qışqıran çoxdur, hacı azdır. Salam əziz Amin izləyiciləri. Yeni görüşünüzə gəlmişik və yenə müasir insanın mənəvi dünyası haqqında söhbət edəcəyik qonaqlarımızla. Qonaqlarımızı sizə təqdim edeyim. Yazar Elçin Hüseynbəyli və Fatimə Zəhra məscidinin imam müavini Fərid Qasımlı. Xoş gəlmisiniz görüşümüzə. Bir də onda qeyd edeyim ki, Fərid bəy bizim İlahiyyat İnstitutunun yetirməsidir. Çox gənc olmasına baxmayaraq dilimizi də gözəl bilir və artıq xidmət göstərir. Elçin müəllim, sizdən başlayaq. Siz elə gəlmir ki, müasirlik sanki mənəviyyatdan biraz qopmuş durumdadır. Əvvəllər mənəvi söhbətlər, mənəvi dilemmalar həm bədii əsərlərdə, həm həyatda, hətta filmlərdə belə daha çox yer alırdı. İndi daha çox uğurun dalınca qaçırlar, nəyin bahasına olursa olsun. Sanki elə bir qopuqluq yaranmış təəssüratı var məndə. Bəlkə mən səhv edirəm. Bir deyəndə iki fikir yadıma düşdü. Ola bilsin ki, biraz gecikmiş fikirdir. Misal üçün deyək ki, Hüseyn Cavidin dediyi ki, bu bəşəriyyətin sonu vəhşət midir, nədir, ilahi mədəniyyətin sonu yaxud deyək ki, belə. Sivilizasiya ilə mədəniyyəti ümumiyyətlə fərqləndirmək lazımdır. Sivilizasiya mədəniyyətin texniki inkişaf tərəfidir. Siz onu o ilə bağlı. Bəli, sivilizasiya budur. Düz deyilir, qədim sivilizasiya, qədim mədəniyyət. Sadəcə olaraq indiki baxışdan yanaşsan, bəli, orada da sivilizasiyalar olub. Yəni mədəniyyət insan böyüdükcə, insan şuuru artdıqca, insan zənginləşdikcə, həyatı daha geniş qavradıqca, burada bilirsiniz, yəni təbiət hadisələri var, başqa hadisələr var, ümumiyyətlə məişət hadisələri var, insani münasibətlər var. Bunların təbii ki, sivil yolları tapılır. Amma mədəniyyət belə bütövlükdə götürülür qədim bir anlayışdır. Nəyə görə mən deyirəm, indi sadəcə oradan başladım. Elə düşünürəm ki, mənəviyyat çox geniş anlayış olduğuna görə öz içərisində mədəniyyəti, əxlaqı, tərbiyəni hamısını əhatə edir. Bilirsiniz, yəni insan homo sapiens, yəni belə deyək də, insan özünü dərk eləməyə başlayandan onun şuurunda müəyyən dəyişikliklər baş verir. Yenə də deyirəm ki, inkişafa uyğun olaraq. Amma hisslər də ağlamaqdır, hərislikdir, sevincdir, başqa hisslər eynilə qaydasında qalır. Sadəcə dəyişən qiyafələrdir. O deyirsiniz, yəni ki, insan sanki mədəniyyətdən uzaqlaşır, yəni ki, mənəvi mövzulardan sanki günah, savab, uzaqlaşır. şeylər də. Baxın, Hindistan filmlərini biz niyə sevirdik? Çünki orada sevgi var idi, orada ədalətsizliyə qarşı üsyan var idi. Sonra gəldi onları əvəz elədi nə? Xeyir də şərə Hollywood qalib filmləri. gəlirdi həmişə.
Hollywood filmləri. Hollywood filmlərində tamam başqa bir hadisələri gördük. Axşama kimi kamuflyajlar, deyək ki, silahlar, bir-birlərini öldürmə, nəmə və uğur dalınca qaçmaq məsələsi. Uğur dalınca qaçmaq, yenə də deyirəm, ola bilsin ki, çox belə bəsit və ola bilsin ki, sənin suala tam cavab deyil. Və bütün bunların hamısı adamlarda elə bir çaşqınlıq yaradır ki, insanlar bilmir ki, misal üçün, nə mənəvidir, nə maddidir, nə nəyi deyə diktə eləyir. Sözünüzün qüvvəti, məsələn, bir uzun serial oldu, çox da populyar oldu. Casa de Papel. Mən ona baxmamışam. Mən də baxmırdım, amma hər halda o qədər evdə izləyirdilər ki, xəbərim oldu ki, bir bankı soyurlar və bu aylarla davam edən bir serialdır. İnsanlar azarkeşlik eləyirlər o qəhrəmanlara ki, bankı yaxşı soysunlar. Niyə bizim indi bu saat lotu deyirlər, lotulara, deyək ki, məsələn, vorzakonlar var. Kitab çıxan kimi satılır. Vorzakonlar var. Onlara cəmiyyət nədir, azarkeşlik eləmir. Bəzən cəmiyyət qanunda tapa bilmədiyini, açığı, deyək ki, həyatında tapa bilmədiyini tamam başı illüzyor bir həyatda görür. Məsələn, deyək ki, o vaxt deyirdi, ağatlı oğlan gözləmək məsələsi var. Məsələn, deyək ki, qəhrəman olmaq, necə qəhrəman olmaq məsələsi var. Bütün bunlar hamısı görünür cəmiyyətdən ala bilmədiklərini, sadəcə olaraq kiminsə, məsələn, qisasçını niyə sevirlər? Ədaləti bərpa edir. Çünki bunlar insanlar ədaləti istəyirlər. Ədaləti istədiklərinə görə də fikirləşir ki, bax, indi bir şey deyək də, Allah bunları qoyaq, gedək başqa bir yerə. İndi mənəviyyatdan danışırıqsa deyək də, mən bu barədə danışandan sonra, sizlə telefonda danışandan sonra ki, mən fikirləşdim ki, bu çox böyük mövzudur. Biz çoxlu dilemmalar yaranır və çoxlu suallar yaranır. Bax, adam millətin, xalqın, dövlətin malını talayır və birdən hansısa bir xəstəyə yardım eləyir, kömək eləyir. Bir neçə adam əl tutur. Deyirlər, o çox yaxşı adamdır, yaxşı kişidir, o əl tutandır. İndi mən bilmirəm, yəni, indi bu nə? Bunu mənəviyyat mı sayaq, yəni? Yəni, bu mənəviyyatın daşıyıcısıdır bu adam. Yəni, ola bilməz, bu həm talayır, həm də kiməsə, sənin öz malını sənə, belə deyək ki, minnətlə qaytarır. Yəni, sən də sevinirsən. Yaxud da lap xırda bir formasını deyim. Bax, misal üçün, gedirsən yolda, bəzi yerdə yolçu deyirlər, dilənçi deyirlər, bizdə dilənçi deyirlər. Deyək ki, əl açıb pul diləmirsən, pul istəyir. Sən bir-iki addım atandan sonra geri qayıdıb ona pul verirsən. Həmin o iki addım fikirləşirsən ki, çox narahat olursan da, yox da mənə əl açdı, mən bunu verim. Öz rahatlığın üçün eləyirsən bunu. Bax, onun üçün yox ki, sən onu dolandırırsan. Heç nə ki, sən onu pislik eləyirsən. Bilirsən, axı dələduzdur çoxu. Və mən ona həmişə sual verirəm ki, bu indi nədir? Bu mənəviyyatdır, yəni nədir? Yəni bu mənəvi addımdırmı? Ürəyimizi məmnun eləməyə çalışır. Məmnun eləmək. Deməli, belə burada özündə yəni artıq bu mənəviyyat deyil. Niyə? Ona görə ki, sən özünün egoistliyini təmin edirsən. Amma ürək də mənəviyyatın məskəni. Yəni nəyi demək istəyirəm? Yəni demək istəyirəm ki, yəni sən ona görə onu eləmirsən ki, ona yaxşılıq eləmək istəyirsən. Sən özünün rahatlığın üçün eləyirsən. Bax, burada da mailə gəlir ki, biraz ikiyüzlülük var, belə deyək. Ona görə bu məsələləri fikirləşəndə bu, mən yenə də deyirəm, hara hərliyib fırlayırsan, hər bir şeyin özündə, hər bir hərəkətin özündə, yəni mənəviyyata bağlı olmayan nəsə var. Yəni onun izahını tapmaq olur. Amma şübhəsiz ki, mən mənəviyyat deyəndə nəyi başa düşürəm? Düz danışmaq, doğru olmaq, başqasının malını talamamaq, yalan deməmək, bəzi ali həqiqətlər naminə yalan demək, həqiqəti deməmək olar. Çox gözəl bir ifadədir. Deyir, bəzi ali məqsədlər naminə həqiqəti deməmək olar. Demir, yalan danışmaq olur. Həqiqəti deməmək olar. Əslində, Quranda da var, elə deyilmi? Yəqin o da var, mən onu biraz fərqli oxumuşam. Yəni, Allahı danmaq belə deyim, gərəkərsə ölüm hökmü. Baxın, mövzu bundan ibarətdir ki, sizin qeyd etdiyiniz kimi İslam şəriətində bu ifadə var ki, bəzi elə yerlər var ki, orada əslində bu həqiqətin gizlədilməsi deyil, hər hansı bir fəsadın baş verməməsi, faciənin baş verməməsi üçün bir ifadənin deyilməməsidir. Bu, müəyyən istisnai məqamlarda, bəli, buna təşviq var, amma hər zaman üçün keçərli deyil. Sizin qeyd etmiş olduğunuz uyğun bilsəniz mövzuya belə bir şərh vermək istəyərdim ki, bizim mövzumuzun adı müasir insanın mənəvi dünyasıdır. Amma biz etiraf edək ki, müasir insan ifadəsi hazırda nə dərəcədə uğurlu bir ifadədir, bu sual altındadır. Çünki biz müasir insan ifadəsini əslində belə anlamalıyıq ki, müasir insan texniki tərəqqinin inkişafında rol oynayan, bu növ yeniliklərə açıq olan, amma bununla yanaşı
öz mənəvi dəyərlərindən əsla uzaqlaşmayan insandır. Amma hazırda müasir dünyada müasir insan daha çox texniki tərəqqinin inkişafından yanlış şəkildə istifadə edən, bu azmış kimi mənəvi dəyərlərindən imtina edən, uzaqlaşan bir insan kimi xarakterizə olunur. Müasirlik əslində dindən də, mənəviyyatdan da Müasirlik uzaq. ifadəsinin özü artıq uğurlu bir ifadədir, yoxsa yox, bu sual altındadır. Yoxsa hər bir dövrün insanı özündən əvvəlki dövrə nisbətən müasir bir insandır. Çünki onun dövrünün müəyyən göstəriciləri və sizin də qeyd etmiş olduğunuz Tamamilə doğrudur. Yəni demək mən belə başa düşürəm ki, yəni ki 100 il əvvəl də bu söhbət eləmək olardı. Bəli, bundan da 100 il əvvəl. Amma indi nəyə görə müasirlik yəni qoy? Biz sadəcə olaraq deyək ki, bir ad tapmalıyıq buna. Bəli. Yəni bugünkü insan. Yaxşı müasir deməyək, bugünkü insan. 100 il əvvəl. Bugünkü insan və mənəviyyat. Bundan 100 il əvvələ də qayıtdığımız zaman dəxli yoxdur. Yəni mövzunun müraciəti. Çünki bayaq dediyim fundamental əsaslar var, özəl. Onlar dəyişmir. Hər bir zaman, bəli, fundamental əsaslar yerindədir. Siz bundan 100 il əvvələ qayıtsanız, sizin qeyd etdiyiniz xüsusiyyətlər bundan 100 il əvvəl də vardı. İnsanın kimlik axtarışı içərisində olması, həyatın qayğıları, bu hər bir zaman fərqli şəkildə özünü göstərir, amma mövzunun əsas hissəsi yerində qalmaqdadır. Bəli. Məsələn, həmin zamanda kimlik axtarışında olan biz ekzistensialist məktəbin meydana gəldiyini görürük. Bu növ məktəblərin meydana gəldiyini biz görə bilirik. Burada əsas məsələ nədən ibarətdir? Bayaq bir ifadə qeyd etdiniz, uğurun arxasınca qaçmaq. Ümumiyyətlə, uğur qazanmaq üçün həqiqətən dini baxımdan insan qaçmaqdan daha çox hara qaçdığına diqqət etməlidir. Quran-Kərimin bir ifadəsi var. Belə deyir ki, halda hara gedirsiniz? İnsana bir sual verir. Hara gedirsiniz? Əslində uğur, bəli, biz daha çox maddi. Burada bir şey var ki, Buyurun. hər hansı bir uğur üçün həm də gərək qurban verəsən. Qurban verəsən. Nəyi qurban verəsən? Bəli, nəyi qurban verirsən və burada əsas motiv nədən ibarətdir? Hazırda çətin olan sözü biz əgər verilişin əvvəl qismində desək, müasir insanın ümumilikdə mənəvi dünyası şikəst haldadır. Çünki insan öz həqiqi kimliyindən ayrı düşüb. Hətta insan insanlardan ayrı düşüb. İnsanlar bizim nə zaman yadımıza düşür? Çingiz Aytmatovun əsərində belə bir ifadəsi var. Deyir ki, hamımız beləyik, bir-birimizin yadına ömür bitəndə düşürük. Gözləyirik birisi bərk naxoşlasın, birisi yıxılıb ölsün, başlayaq ona hörmət göstərməyə. İnsan unutqandır. Quranın Həzrəti Adəm barəsində ifadəsi var ki, deyir, o unutdu və biz onda əzmkarlıq görmədik. İnsan öz həqiqi kimliyindən ayrı düşüb. Bunu unutmaq olmaz. İkinci məsələ budur ki, bir Hitit məsəlində belə bir simvolik bənzətmə vardı ki, deyir, kəpənək nə qədər gözəl olsa da, onun əsrarəngiz qanadlarının olduğunu ona çox zaman isbat etmək olmur. Çünki o gedib güzgüdə bunu müşahidə edə bilmir. Özünün gözəl olduğundan bixəbər olur. İnsan da həqiqi kimliyindən ayrı düşdüyü üçün, özündən ayrı düşdüyü üçün, ona görə insan artıq mənəvi baxımdan tənəzzül yaşayır. Bir xüsusiyyəti də sizə izah etmək istəyərdim ki, burada Quran-Kərimin bir ifadəsi var. Quran buyurur ki, Ələ bi zikrillah tatmainnul qulub. Qəlblər Allahı zikr etməklə rahatlıq tapar. Yaxşı, bu zikir təkcə sözlü zikirdir, yoxsa necə? Başqa bir ifadədə də Quran buyurur ki, əgər kim Allahın zikrindən uzaqlaşmış olsa, Allah buyurur ki, ona sıxıntılı həyat verərəm. Bu sıxıntı nədir? Elə qəfildən mənim başıma bir daşın düşməsidir sıxıntı, yoxsa hansı hadisənin həyatımda doğru şəkildə cəryan etməməsidir, yoxsa necə? Xeyr. Sıxıntı ilə Allahsız yaşamaqdır. Allahsız yaşamaq ifadəsini biz qeyri-müəyyənləşdirməli deyilik. Allahsız yaşamaq ifadəsi elə insanın niyə yaşadığını bilməməsidir ki, Həzrət Əli əleyhissalam buyururdu ki, Allah rəhm etsin o şəxsə ki, hardan gəldiyini, harda olduğunu və haraya gedəcəyini bilir. İnsanlarımızın bir çoxu hazırda niyə yaşadığını bilmir və bundan da əlavə olaraq niyə yaşadığını bilməməsi bir dəl. İnsanlar, siz verilişdən qabaq da bir ifadəni qeyd etdiniz, artıq görüntüyə aldanıblar. Artıq görüntü və yaxud daha çox səs-küy salınan mövzular onlar üçün daha maraqlı görünür. Amma halbuki həqiqəti ehtiva edən mövzular onlar üçün maraqlı görünmür və siz sosial şəbəkələrə baxsanız, artıq xoşbəxtlik də nümayişkaranəlik qismində özünü göstərir. Bir videonun altında onun nə qədər bəyəniyə sahib olması, bəyənilməsi, videonu paylaşan şəxsi əslində videonun özü deyil.
oradakı bəyəntilər xoşbəxt edir. Və bir şey deyim, demək bu biraz yumor qataq da bu söhbətə. Bayaq Facebooka hamımız işdən baxırıq. Hərdən qabağıma TikTokdan da gəlib nəsə çıxır. Onun istifadəçisi olmasam da deyir ki, bu xanım gözəl bir xanımdır. Hər gün bir şuba geyinir. Şubasını tez-tez dəyişir. Altından da təzə bir cümlədir. O deyir ki, teatrda paltar aslan da işləyir. Paltar aslan da işləyir. Şuba ilə gəlirlər. Və uğur qalınca qaçmaq məsələsinə bayaq Qurani Kərimdən dedi. Deməli, İvzeyitlərin də bir ifadəsi var. Deyir ki, məqsədə çatmaq üçün bütün vasitə məqbuldur. Bütün vasitələr. Machiavelli də bu şeylər. Machiavelli, İvzeyitlərin bu fundamental deyək ki, kəlamlarından biri də. Yəni, əlbəttə ki, mən hesab edirəm ki, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə eləmək məqsədə uyğundur. Yox. Bir insan məqsədinə çatmaq üçün gedirsə və doğru yolla gedirsə, mən demirəm ki, hamı doğru yolla gedir, tutalım mən özüm də doğru yolla gedirəm. Yox. Təbii ki, atkloneniyalar, nəsə belə deyə sapmalar olur. Amma sadəcə olaraq o məqsədə doğru gedəndə və düz gedirsə, doğrudan niyyəti safdırsa, ona hamı kömək eləyir. Və bir Pristçanı bəlkə də siz bilirsiniz. Biri gedir, düşür Tanrının yanına, deyir ki, mənim keçdiyim həyat yolunu göstər. Tanrı deyir, o bir iz var, gedirsən, deyir ki, bir cüt izdir də, deyir, hə, deyir. Deyir, bax, o sən gedirsən. Deyir, bax, sonra bax, ikinci bir şəkil göstərdi. Orada görürsən, bax, bir cüt izdir. Arxasınca da bir cüt iz gedir. Deyir, sən artıq böyümüsən və məqsədinə doğru gedirsən, mən də sənin, bax, arxandayam. Səni təqib edirəm. Səni təqib edirəm və sənə yardımçı oluram, kömək eləyirəm. Sonra başqa bir şəkili göstərir. Deyir, görürsən, orada indi yenə də bir cüt iz var. Deyir ki, hə, o yəqin mənim də artıq böyümüşəm, ayaq üstə durmuşam. Yox, deyir, o mənim izlərimdir. Deyir, bəs mən hardım? Deyir, onda mən səni qucağımda aparırdım. Əllərimi üstə aparırdım. Amma məqsədə çatmaq üçün mənəviyyatsız addımlar atmaq olarmı? Məsələn, siyasətdə bu çox İndi mən ona gətirdim. Bax, insanın mailə gəlir ki, ən böyük düşüncəsinin mayası, onun bilmirəm onu necə ifadə edirəm, şükran olmasıdır. Şükran olmasıdır. Bax, bayaqlarsa Müslüm Maqamayevlə bağlı Kamran Nəziri sağ olsun, onu tərcümə edib Gordonla, məşhur Dimitri Gordonun 2008-dəki müsahibəsi. Orada məsələn, doğrudan çox yaxşı müsahibədir. Kamran da sağ olsun ki, mən indi oxudum açıq onun tərcüməsində. Çox gözəl də tərcümə edib. Orada Müslümə çox suallar verirlər və o da bütün belə deyək, sağlam düşünən insanlar kimi nə idi? Deyir, mən Tanrıma minnətdaram. Ona görə ki, mənə hər şeyi verib. Gözəl səs verdi, boy-buxun verdi. Yəni mən həyatımı, karyera verdi. Yəni mən həyatımı yaşadım və gembol yaşadım. Demir səxavətliyim irəli ondan deyə. Çünki səxavətli adam oldu. Yəni mən onu əlavə eləyərdim ki, onun səxavətliliyi də ondan irəli gəlib ki, yəni deyir, mən həmişə ona inanmışam. Yəni o deməkdir ki, bax sən az gözlük eləmirsən. Adam var deyir, yox, mən mütləq yaxdan olmaya danışıram. Mənim villam olmalıdır. Mənim bahalı maşınlarım olmalıdır. Mənim bahalı saatlarım olmalıdır. Üzrsən, dini baxımdan da elə buna açıqlama versək, din demir ki, sənin çox şeyin olacaq və sən bununla hüzur tapmış olacaqsan. Sahib olmaq və sahiblənmək anlayışı. İnsanlarımızın çoxu sahib olmaq istəyirlər. Amma insanlarımızın çoxu sahib olduqlarının əksəriyyətinə sahiblənə bilmirlər. Sahiblənmək duyğusundan insanlar uzaqdadır. Bir də sizin qeyd etdiyiniz bir elə nümunədən bir hadisə yadıma düşdü. Bir Avropa ölkələrinin birində bir tennis idmançısı böyük bir uğur əldə edir. Ömrünün bir zamanında da o bir xəstəliyə tutulur. Artıq ömrünün sonunda ona dostu bildirir ki, nə üçün axı heç Tanrıya sual verirsən ki, sənin başına bu hadisə gəldi və sən bu cür şəkildə dünyanı dəyişəcəksən? Deyir, yox. Deyir, nəyə görə sual vermirsən ki, axı niyə mən? Deyir, ona görə sual vermirəm ki, mən bu qədər uğur əldə etdiyim zaman, böyük bir yarışın qalib olduğu zaman heç də ilahi, nə üçün mən qazandım demədim. Halbuki mənim kimi nə qədər insanlar mübarizə aparırdı. Təəssüf ki, sizin də qeyd etdiyiniz kimi bizim insanlarımızın çoxunun Allaha münasibəti üsyan halındadır. Kifayətlənə bilməmək halındadır. Bu yerdə bir əlavə edeyim. Bax, niyə görə müasir insan dindən qaçır? Nə düşünürsünüz? Müasir insanın dindən qaçmasının bir neçə səbəbi var. Bayaq biz bu səbəbləri qeyd etdik. Bilirsiniz,
xoşbəxtlik, aramlıq, huzur bu elə bir ifadədir ki, onun ümumilikdə mahiyyət tipli olmadığı üçün dəqiq tərifini vermək olmur. Bir insanı bir şey xoşbəxt eləyir, bir insanı digər şey xoşbəxt eləyir. Bunu nəyə görə dedim? Bu, müasir insanın da xoşbəxtlik anlayışı daha fərqli olur. Və müasir insan əslində dinin həqiqətlərini də müasir şəkildə anlamaq istəyir. Burada izah olunma problemi olur, hermenevtik problemlər var. Hermenevtika özlüyündə bir sahədir ki, yazılan bir əsəri, daha çox bunu dini motivdə olur bu məsələlər, təhlil olunur. Yorumlanır. Məsələn, yazıçımız bir əsər yazıb, bundan 100 il sonra o əsərə biz necə baxmalıyıq? Əgər mən 100 il sonra sizin əsərinizi oxuyanda öz dövrümə uyğun şəkildə yalnız yanaşsam, bu yanlışdır. Mən həmin əsəri və həqiqəti doğru anlamaq üçün gərək sizin yaşamış olduğunuz dövrü də incəliyim. Sizin ən azından avtobioqrafiyanızla tanış olun. Həyat hadisələri ilə nələrlə qarşılaşmısınız və nə səbəb olub ki, siz bu əsəri bu yöndə yazmısınız. Müasir insanın da həyatı daha keşməkeşli deməzdim də, daha boşdur. Siz metroda bir-birinin, belə deyim, yanında olan bir çox insan müşahidə edə bilirsiniz. Bir topluluq müşahidə edirsiniz. Amma bu topluluğun içində bu müasir insanlar əslində toplu da olsalar, insanlar tənhalaşıblar. İnsanlar çox tənhadır və insanların bir-birlərindən xəbəri yoxdur. Əslində müasir insanı dindən qaçırmış kimi biz xarakterizə edə bilmərik. Müasir insan dindən qaçmır. Müasir insan yaşamaqdan qaçır. Müasir insan həyatdan qaçır. Yaşamaqdan qorxur. Bəli. İcazə versən bir Buyurun. inkişaf elətdirərdim. Yəni bilsən necədir? Bax bu sosial şəbəkə ümumiyyətlə insanları bir-birindən çox uzaqlaşdırır. Baxın, əvvəllər qatarda gedəndə, təyyarədə gedəndə insanlar dostlaşırdılar. Yemək yeyirlər birlikdə. Qohumlaşırdılar insanlar. Bir-birlərini tapırdılar ki, filan vaxt bizi yet. Ancaq indi mən hərdən sayıram maraqlı metro ilə gedəndə, baxıram görürəm ki, 30 nəfər var da metroda. Çünki mən o vaxt gedirəm ki, seyrəhlik olur. Deməli, onun 99%-nin əlində telefondur və o telefonla məşğuldur. Və insanlar, baxın, 100 il bundan qabaq, 200 il bundan qabaq harasa bir yerə qız ərə verirdilər. Və 3 gün, bir həftə onların dalıncan qohum əqraba, qardaşımın kimsə gedirdi atla ki, gedim görüm bacım necədir. Bəli, Çexov Levitanın evinə aylarla gəlirdi. Bizim də onu eləyə bilirik. Yox, qulağımızın dibində gedib soruşa bilirik. Ancaq elə Facebookda olanda soruşsan, hə nə var, nə yox filan şey nətər oldu. Yəni bu onu Bəlkə kəsədlər bir çox şeylər dəyişib. İnsan bir də ki, o dindən qaçmaq dedim, ona da bir münasibət bildirim. Dindən qaçmaq məsələsi deyil. Məsələn, mənə bir dəfə dedilər ki, sən oruç tutursan. Dedim ki, yox. Oruç tut da. Dedim ki, yoxdur, mən oruç tuta bilmirəm də. Dedi, niyə? Dedim, valla, məsəl üçün, mən özüm sufiyəm. Yəni Cəbraillər sufilərdir. Yəni onların tanrı da hamısı öz qəlblərindədir də. Yəni birbaşa onlarla hərəkət edirlər. Yəni hər şey ordadır. Və mən inanmasam, özümə onu aşılamasam, yəni ki, mən mütləq bunu eləməliyəm. Özdə çox vacib bir məsələdir bu. Mən yalandan görç xatirinə namaz qılıram, oruç tuturam, eləyə bilmərəm. Mən özümə və inandığım tanrıya xəyanət eləyə bilmərəm. Və o din məsələsi var. Din. Bilirsiniz də, bəzi xaçpərəst katoliklərimiz heç onlar ümumiyyətlə evlənmək qadağandır. Yəni gör, dindar adam nələrdən imtina eləməlidir və həqiqətən tanrısına inanan insan çox şeydən imtina eləməlidir. Siz həyatda bəzən ən uğursuz adamlar kimdir? İmtina eləməyi bacarmırlar. Ən uğurlu adam odur ki, imtina eləməyi bacarır. Yox deməyi bacarır. Yalandan demir ki, müasir şəkildə ifadə etmiş olsa, bağışlayın, sizin də dediklərinizi qeydə alsaq, müasir insanın əslində inanmaqla bağlı problemi yoxdur. İnsan inanmasa yaşaya bilməz. Bəli, müasir insanın yanlış inanmaqla bağlı problemi var ki, artıq insanlar, siz qeyd etdiyiniz kimi, əvvəllər biz müşahidə edirdik ki, ola bilər ki, bir insan ibadətlərin bir çoxunu yerinə yetirməsə belə, onun Allaha və müqəddəs olan hər bir şeyə qarşı ehtiramını görürdük. Məscidin yanından keçdiyi zaman istər-istəməz özünə bir səliqəsinə diqqət edərdi. Ki, məscidin yanında. Yoxdur, maşında musiqi bağlayırdı, bəli, qəbristanlığın yanında. Nə oldu bəs? Bilirsiniz, biz
aksioloji baxımından, yəni dəyər baxımından da müəyyən aşınmalara məruz qaldıq. Burada da bir ənənəvilik var. Sizdən mən görürəm və digər yaşlılarımızdan gördüyümüzə biz diqqət edirik. Amma indiki zamanda qeyd etdiyiniz kimi artıq inanmalı bir mövzuya baxsanız insanlar nəyə inanır? İnanmaq və doğruya inanmaq fərqli anlayışdır. Müasir insanımızın inanmaqla bağlı problemi yoxdur. Doğruya inanmaqla bağlı problemi var ki, hansı doğrudur, hansı yanlışdır, bunu ayırd etməkdə çətinlik çəkir. Yoxsa insan hər bir zaman inanır və inanmağa davam edəcək. Əsas məsələ məqsədin doğru olmasıdır və şərait çətin olsa da mümkün doğru vasitələrdən istifadə etməkdir. Bu Bəli, önəmli. orada mən bir şey deyim ki, bayaq inanc söhbəti elədin. Bu Göytürklərin, biz onlarda tək tanrıçılıq olub, ancaq Göytürklərin dinləri olmayıb yəni. Onların Yazılı inancları kitab olub. Onların kitabları da olmayıb. Onların Olmayıb. inancları olub. Yalnız 33 maddədən ibarət 31-33 Bilgə Xaqanın konstitusiyası olub, anayasası olub. Və elə gəlir ki, bilirsən, onu, yəni demək istəyirəm, o konstitusiyaları 33 maddə çox gözəldir. Yəni ki, nə eləmək olar, nə eləmək olmaz, çox ədalətlidir yəni. Və bir şey deyim ki, bəlkə ola bilsin ki, biz dinlə və insanla, insanın dinə, dinin insana münasibətində ola bilsin hansısa bir təqdimat forması dəyişməlidir. Həmişə deyirik, məsələn, bəlkə kitabların imza günlərinin təqdimatını dəyişək, nə edək? Düzdür, fundamental prinsiplərdir, onu nəyin dəyişəsən? Ancaq mən deyirəm, bəlkə texniki baxımdan nələrsə eləmək olar. Mən bir də sizin bu fikrinizdə razıyam ki, müəyyən vizual dəyişikliklər zəruridir. Nəyə görə? Artıq insanların ənənəvi tip din xadimi göstəricisi ki var, bu bizim dəyərimizdir. Amma təəssüf ki, siz baxsanız, Viktor Hugo'nun Səfillər əsərində keşişə yanaşmasına baxın. Bir də təəssüf ki, bir çox zaman bizim yazılı ədəbiyyatda din xadiminə yanaşmağa baxın. Bu o demək deyil ki, bizim müsbət nümunələrimiz olmayıb. Xeyr, təəssüf ki, biz əslində bunu bir ürək yanğısı ilə deməyi özümə Bilirəm, borc maarifləndirici xarakter daşıyıb Amma onlar. təəssüf ki, üzrsən, bunu deməyi özümə borc bilirəm ki, heç bir ayrı xalqın siz istər ədəbiyyatına baxsanız, orada din xadiminin bu dərəcədə Müsbət obrazı yoxdur, deyəsən yoxdur. Məncə də pislənməsini yoxdur. görmürük, amma misal üçün deyirəm. Hugo'da var. Yox, Hugo'nun özündə. Yox, mən özümüzdə deyirəm. Özümüzdə yoxdur. Bu təəssüfləndiricidir. Və Məncə də bununla yoxdur. yanaşı bəli, Bizdə yoxdur. burada sual meydana çıxır. Məgər bizim yaxşı din xadimlərimiz olmuyor ki? Olmuyor. Və bundan da yanaşı, məsələn elə Bəhlul Behçəti qeyd edə bilərik. Bundan əlavə digər, bundan da yanaşı bizim din xadimlərimiz insanların birliyində nə dərəcədə önəmli rol oynayıblar. Bu barədə din xadimi kimi bizim öhdəmizə necə yük düşürsə ki, biz doğru şəkildə təmsil etməliyik, cəmiyyətdə din xadimi anlayışının doğru anlaşılmasında mən düşünürəm ki, digər elə ədəbiyyatla məşğul olan ədiblərimizin də üstünə çox böyük bir məsuliyyət düşür. Tamamilə doğrudur. Mən öz bostanıma atılandaşı başa düşürəm. Ancaq məndə heç mənfi obraz da yoxdur. Bir şey demək istəyirdim. Bu İspaniyada olanda mən Katolik kilsəsində oldum. Mən padri ilə apardılar, tanış elədilər. Gördüm ki, müasir kostyumda zad oturub, qalstukda zad qabağındadır kompüter. Padri. Amma təbii ki, yalançı yoxdur. Bir ssenə orada səhnə qurduq ki, bu paltarın mantiyasını zadın geydi. Mən xaç suyuna çəkilməliyəm. Belə, yəni belə bir şey qurduq. Özünə də mən demişdim ki, mənə lazımdır bu. Görüm ki, necə, yəni bu necə olur. Əslinə qalsan elə deyil. Yəni mən o vaxt qayıdıb gələndə bir yazı yazdım. Deyirəm ki, açığı mən çox heyrət elədim. Yəni ki, din xadimi, kompüter, bilgi sarayı sayar və Tanrı ilə onda bu hansısa bir nəylə əlaqəyə girmək istəyir. Axı bu kompüter şeytan əməlidir belə götürəndə də bizim baxımımızdan Texniki vasitədir. Texniki vasitədir. Yox, əvvəl Bundan 30 il əvvəl mikrofonun da barəsində onu bu sözlər deyən adamlar var. Ancaq mən dedim ki, ilahi, ola bilsin ki, onu mən qoydum qırağa. Ona görə mən dedim, nəyə görə bəşəriyyət bu qədər degradasiya olur? Degradasiya olur. Görünür, Tanrı o zaman, axı deyirlər çoxlu sivilizasiya da olub və dağılıb axı sivilizasiyalar. Mən dedim, bəlkə insan Tanrının sirlərinə bircə belə az qalmış. Çatanda Tanrı deyirsən, mənim sirlərimi sona kimi bilə bilməzsin və dünyanı dağıdır. Yəni, mən yaratdığım insan mənim qədər bilgili və ağıllı ola bilməz. Bunu mən yəni bir qədər belə deyirəm də, yəni Babil qalası ideyasında var. Düşünmək üçün, yəni ki, belə bir ideya vardı və mənəviyyatdan söz düşəndə bunu mən deyirəm, nə dərəcədə doğrudur, verəsiz, verməzsiz. Deməli, bir dəfə hansısa bizim o
müqəddəslərimizdən biri, övliyalarımızdan biri gedir Tanrının yanına. Deyir, mənə dünyanın ən əzazil, yaxşı tərəfi yadından çıxıb ən əzazil adamını göstər. Deyir, get dur filan yerdə, o gəlib keçəcək. Gedir, dur filan yerdə, axşam da düşür qaranlıqda gəlir, səhər deyir ki, axı gəlmədi, görmədim. Deyir, oradan gəldi, bir nə keçdi axı, deyir ki, yox, o bir zahid gəldi, keçdi. 40 ildir sizə ibadət edir. Namazın qılır, orucun vaxtında tutur, eləyir. O, dünyanın ən zalim adamı necə ola bilər? Deyir, çünki o ömründə bir adama da yaxşılıq eləməyib. Mənə elə gəlir ki, bu da mənəviyyatın bir Əslində mən o sualı verəcəydim. Siz o sualın cavabını verdiniz. Verəcəydim sualı ki, mənəviyyatlı olmaq üçün inanclı olmaq vacibdirmi? Siz bunu Pritçə ilə tam tərsini göstərdiniz ki, belə olmaya da bilər. Eyni sualı Fərid bəyə də vermək istəyirəm ki, mən deyək ki, inanclı olmaq çox vacibdir. Aha. Çünki mən gedim sufilikdən ola bilsin ki, gəlir bu. İnanclı olmaq çox vacibdir. Sən inanclı olmasan, deyək ki, tamam bəlkə də kriteriyalar itə bilər də. Yəni özün ən azı demirəm, özünə mənəviyyatın mayasında mütləq bu var. İnanc var. Əlbəttə ki, mən bayaq dediyim kimi yalan danışmaq olmaz. Bilirsiniz, bu inanc deyil. Yəni biz deyək ki, folklordan gələn inanc deyil. Yəni özünə inamın formalarından birindən mən danışıram. O biz dediyim inanclar pirlərdir, təkkələrdir. Bunları mən inam deyək. Bəli, geniş mən inam deyirəm. Yəni inanc biraz başqa ifadədir. Biz bu ifadənin ümumi hissəsindən danışırıq. Xüsusi hissəsindən danışdıqda bunu sadəcə bir qəlibə salmış olaraq təəssüf edirik ki, bununla da bağlı kifayət qədər problemlərimiz var. İbadət ifadəsinin özü də belədir. İnsanlar elə bilir ki, bəli, vacib olan ibadətlər var, namaz da orucdur. İslam deyir ki, bir-birinin üzünə gülümsəmək də ibadətdir. Birinin yükünə kömək etmək də ibadətdir. Amma təəssüf ki, bizim ibadət anlayışımız çox məhdudlaşıb. Amma Allah belə demir. Bilirsiniz, bu inanc məsələsidir. İnanc və mənəviyyat. Bəli. Bu barədə İslam dininin göstərişi bundan ibarətdir ki, insan ümumiyyətlə bu həyatda inansız heç bir hərəkət etmir. Bütün feillərin, bütün hərəkətlərin kökündə bir inanc var. Qatilin də öz inancı. Bəli. Qatil də nəyəsə inanır. Bəli, nəyəsə inanır. Aydın məsələ. Amma siz bayaqçı qeyd etdiyiniz, burada inanc mütləqdir. Amma bu inancın yenə də əsas məsələ İslam dininin əsas göstərişi var ki, əməllər niyyətlərə görədir. Əsas inanc vacibdir, amma mənim niyyətim nədir? Ola bilər ki, qeyd etdiyiniz kimi, mən bir dilənçiyə hamıdan çox pul verim. Amma mənim o pulum əksinə mənim üçün günah yazılmasına səbəb olsun. Niyə? Ola bilər ki, mən siz görəsiniz deyə riya məqsədi ilə özümü göstərmək üçün ona bunu edim. Amma ola bilər ki, biri onun üzünə sadəcə gülümsəməyi bacarsın, imkanı olmasın ona nəsə vermək. Amma ətrafdakılar üçün heç bir xüsusi hal yaşanmır da bu halda. Amma onun üçün savab yazılmış olsun. Burada əsas məsələ nədir? Həzrət Peyğəmbər sallallahu bir hədisdə buyururdu ki, yaxşılığı ona layiq olan və olmayan hər kəsə et. Əgər yaxşılıq etdiyin insan ona layiq olmasa belə, sən o yaxşılığı etməyə layiqsən. Yəni sən əsas burada özünsən. Burada bir də bizim cəmiyyətimizdə bir problem də var. Problemin bir kökü ondan ibarətdir ki, biz yaxşılıqlarımızın çoxunu yaxşı görünmək üçün edirik. Amma o sol əlin verdiyin sağ əl bilməsin məsələsi. Nümayişkaranəlik və bir də buna görə edirik ki, məni yaxşı timsalda görsünlər. Siz bayaq çox gözəl bir ifadə qeydiniz. Bəli. Bu bir insan belə deyim, əsirgəmək ifadəsi də burada rol oynayır əslində. Siz baxsanız, insan var ki, bir neçə insan haqqına girir. Bir neçə insana da həmin haqqına girdiklərinin belə desək, pulundan da digər bir neçə insana kömək edir. İndi bu insan bayaq qeyd etdiniz, yaxşı insandır, yoxsa necə? Zahiri baxımdan bizim göstəricilərimizlə yanaşsaq, bu insan yaxşı insandır. Amma ilahi baxımdan yanaşdıqda elə deyil. Ümumiyyətlə, bəşər cəmiyyətlərinin ən pis insanı təsəvvür etsək, o hər bir zaman kiməsə pislik edən insan deyil. Ən pis insan yaxşılıq edən, amma bunu öz çıxarı üçün edən və yaxşılığı edən, amma bunu Allahın razılığı üçün etməyən insandır əslində. Niyə? Çünki siz bu insanın nə dərəcədə təhlükəli olduğunu da bilə bilmirsiniz. Niyə? Siz görürsünüz ki, mən sizə yaxşılıq etmirəm və yaxud pis insanam. Bu qədər məndən təhlükə də gözləməyə dəyməz və bilirsiniz ki, mənə qarşı nə qədər ehtiyatlı davranacaqsınız. Bir binanı düzəltmək
daha rahatdır. İnsan inşa etmək, insani münasibətlərin bünövrəsini sağlam şəkildə qoymaq çox çətin bir məsələdir. Və inancı da kim formalaşdırır bizim zehnimizdə? Biz inancı kimdən öyrənirik? Biz inancı ümumiyyətlə nə zaman öyrənirik? İnancı bəzən biz, axı burada məsələ var. Biz ümumiyyətlə bilməyi nə zaman bilirik? Bəzən biz bir şeyi İvan İliçin ölümü əsərində yataq xəstəsi olan İvan İliç kimi bilirik. Artıq orada anlamaq yaxşıdır. İvan İliçin ölümü. Bəli, Tolstoyun İvan İliçin ölümü. Orada yaxşıdır İvan İliç, amma biz orada ibrət alan hissəsini bilirik. İvan İliçin özü üçün bir qədər gecdir, gec deyil. Gecdir o ifadələr. Yəni bu mənada nədir? Əlbəttə onun dəyəri var, amma onun dəyəri bəli, onun dəyəri böyükdür, amma onun üçün böyükdür, amma ondan da daha çox bizim üçün böyükdür. Burada nəyi demək istəyirəm? Anlamağın da Seyyid Əzim ki deyirdi, Seyyid hərəm-i həşrdə xaliq əməl istər, məhşərdə durub cəng gücü idarə eləmək olmaz. Yəni burada nəyi demək istəyirəm? Anlamağı da, anlamağın mahiyyət kəsb etdiyi zaman anlamaq daha üstündür. Bilirsən, bu məsələlər bayaqdan əvvəlcədən deyirik də, o qədər geniş məsələlər. Çox geniş məsələ. Bizim özümüzdə də günahlar var. İndi bilmirəm nə dərəcədə doğrudur, doğru deyil. Bilirsən, ucdan tutma həccə gedirlər də. Hansısa bir kriteriya var. Kriteriya yalnız puldur. Pulunu ödəyib həccə gedirsən. Əslində orada elə ancaq o olur da. Halbuki- Kim istəyir halbuki gələ bilsin. Halbuki mailə gəlir ki, müəyyən seçimlər olmalıdır. Kriteriya olur. Sən niyə getməyəsən? Kimsən axı? Sən deyək ki, məsəl üçün bina tikirsən, hə? Bina tikirsən, tutalım $100 satırsan $500, kiməsə kələk gələ, yaxud da sələm verə-verə gəlmisən, yaxud da oğurluqlar eləmisən, gəlmisən, sən də gedirsən. Amma biz insanlar mühakimə eləyənlər yaxud mühakimə Yox, Allaha düzdür, mühakimə eləyə bilmərik. İndi ola bilsin ki, onun niyyətidir. Ancaq burada bir saxtakarlıq da Var. mövcuddur. İmam Təbii Baqir ki, Əleyhisselamdan təbii bu ki, barədə dedilər ki, imama, bəs baxın Kəbənin ətrafında nə qədər insan dolanır. Həccin vacibliyi öz yerində, amma burada kriteriyalar çox önəmlidir. Onu da bəli insan və Allah bilir, düzdür? İmam buyurdu ki, qalləl həcic kəsərəzzəcic. Qışqıran çoxdur, hacı azdır. Yəni nə olsun o müqəddəsin ətrafında. Bu əsas məsələ, bunu da biz sorğulaya bilmirik təbii ki. Bu insanla Allahın arasında qalmış bir məsələdir. Bu mənəvi kriteriyaları əlbəttə ki Allah ölçür. Hə, mən ona görə deyirəm ki, yəni deyirəm çox mübahisəli məsələdir də. Yəni necə bilirsən, mənə görə deyirəm, bəzən adamlar bunu müzakirə edirlər, yəni. Onlara bax məsələn Fərid bəy oldu. Bəli. Məsələn Fərid bəy kimi belə deyək ki, bizim cavan imamlarımız, din adamlarımız mailə gəlir, müəyyən izahatların verməlidirlər. Ancaq həmin izahatlarda səmimi olmaq lazımdır. Səmimi olmaq lazımdır. Yəni bunun mənfi tərəfini də göstərmək lazımdır. Bəli, bu var. Ancaq bu olmalı deyil. Və sözümüz boyda olmalı. Yəni belə olmalı. Yəni mən o mənada deyirəm ki, yəni cəmiyyətdə tartışılan mövzuları gündəmə gətirib müzakirə etmək lazım. Bundan qorxmaq lazım deyil. Elçin müəllim, mən sizə də Fərid də təşəkkür edirəm. Mövzumuz genişdir. Mən əslində bu mövzunu ikinci dəfədir qoyuram və hər dəfə də bənzərsiz. Çünki insanlar da fərqli olduğu üçün bənzərsiz müzakirələr çıxır. Çox təşəkkür edirəm sizə gəldiyiniz üçün. Ümid edirəm ki, biraz bəzi yerlərdə spontan olsa da önəmli nöqtələrə toxunuşlar edə bildik və izləyicilərimiz də bunu dəyərləndirəcəklər. Sağ olun, gələn görüşlərə qədər.